ayrı dağılır. Aylıq kəlməsini söyləmək mənə çox ağırdır. Ancaq bu nə vaxt olsa hamıya məlum idi. Burada ürək sözləmək mənə ağır olduğu qədər həm də sevindiricidir. Ağırdır ona görə ki 5 il boyunca bizi isti qucağını açmış. Sevimizdən, sevincimizi sevincləri, kədərli kədərlərlə çatan anlamızda bizi yalnız bırakmayan həmişə təsirlərini üzərində hiss etdiyimiz müəllimlərimizdən ayrılırıq. Akşamlar geç saatlara kadar yanımızda problemlerimizle maraqlanan, həftə sonlarında belə evlərini yox bizim yanımızda keçən bu fədakar insanları heç vaxt bundan bilmərik. Sevindiricidir, ona görə ki daha yeni bir həyatı mərhələsinə qədəm qoyacaq, gənclik illərimizi, universitet həyatımızı yaşamağa başlayacaq inşallah. Mən bu həyatda, bu ömür yolunda sinif yoldaşlarıma uzun və xeyirli ömür işlərində müvəffəqiyyətlər arzulayıram. Gəlin həyatda ömür yollarında hansı mərhələyə gəlsək belə biz bu mərhələyə çatmamızı əllərindən gəlməsi gəlməyən zəfərkeş valideynlərimizi, ata-analarımızı və fədakar müəllim və qrup rəhbərlərimizi heç vaxt unutmayaq. Çox sağ olun, hamımızın qarşılığında hörmətlə baş əyək. Və növbə gəlib çatdı məzunlarımıza diplomlarını təqdim etmə mərasimi. Məzunlarımıza diplomlarını təqdim etmək üçün, eyni zamanda məzuniyyət kitablarını da təqdim etmək üçün liseyimizin müdürü İsmail bəy səhniyə dəvət edilir.